O 5 dəqiqə yatımda istirahət edeyim. Havanın soyuq olmasına baxmayaraq paytaxtın Xətai rayonu Neapol 23 ünvanında bir yaşlı şəxs elə çöldə, yolun kənarında bu formada yatır və ərazidəki sakinlər deyirlər ki, həmin şəxs illərdir ki, buradadır və getməyə yeri yoxdur. Niyə siz burada yatırsınız? Niyə burada qalırsınız? Qalmağa yerim yoxdur. Yoxdur bir sizin tanışınız, qohumunuz, yaxınınız. Yoxdur, heç kimim yoxdur Allahdan başqa. Neçə yaşınız var? 59 Hardan gəlmişsiniz bura? Türkiyədən. Türkiyədən niyə öyle bəs gəldiniz bura? Deport ediblər. Deportu gözləyirəm. Gene çıxıb gedəcəm Türkiyəyə. Gözləmək üçün bura uyğun bir yer deyil axı. Uyğun deyil, çıxıb gedəcəm də deyirəm ya. Olmazmı bir aidiyyatı qurumlara müraciət eləsiniz, gəlsin sizi bir yerləşdirsinlər, yaxşı yerlərə, sığınacaqlara? Yox, istəmirəm heç nə. O 5 dəqiqə yatımda istirahət edeyim. Axı bura istirahət eləmək üçün yer deyil axı. Deyil də. Nə yeyirsiniz, nə içirsiniz? Yaxşı oğlanlar, qadınlar kömək edirlər. Niyə sizi deport elədilər Türkiyədən? Gecikməm var idi. Orada nə qədər yaşadınız? Nə işlə məşğul ediniz orada? İşləyirdim. Ola bilməzmi sizin bir yaxınınız, tanışınız, qohumunuz olmasın, ailəniz olmasın? Heç kim yoxdur Allahımdan başqa. Bu həyatda təksiz. Bəli. Olarmı müvafiq qurumlara məlumat verək, gəlsin sizi aparsın? Yox, lazım deyil. Uzun müddətdir, bəli, belə hava şəraitinə də baxanda, yəni burada yaşayır, burada məskunlaşır. Bacardığımız qədər dəstək veririk, amma küçə şəraiti olduğuna görə, yəni burada faciə bir baş verməsində. Yay, qış buradadır. Yay, qış, bəli, bu soyuq havalarda da buradadır. Nə yeyir, nə içir? O yiyib qonşular bir tər kömək eləyirik, amma küçə şəraiti biraz sərtdir də. Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə dəfələrlə Sosial Xidmətlər Agentliyindən şəxsi sığınacağa aparmaq istənilsə də o bundan razılaşmayıb.